Dilarə xanım, Gözü çıxsın. bir xahişim olacaq sizdən. Düzdələ ilkini qonaq çağırmamısınız verilişinizə, bilmirəm niyə. Planım vardı. Ha, planda var. Hər dəfə ilkin Dilarə xanım mənə qonaq çağıranda o qədər gözəl təqdim eləyir ki bizi də. Gedirəm evdə otururam ki, görürsən bu Mən mənə o deyil. deyiləm, ha. Ona görə fikirləşdim ki, Dilarə xanım, təsəvvür eləyin ki, bu gün ilkini də ayrıca məni də siz təqdim eləyirsiniz. Amma bir ipucu yazmışam, əlavə eləyə bilərsiniz. İlkin də yazıb deyəsən orada bir. Bax, Nə gözəl. bir baxardınız, göz atardınız buna. Gəlin belə eləyək də. Elə təsəvvür edin ki, bu verilişin aparıcısı sizsiniz və bizi elan edirsiniz. Biz də qonaq kimi gəlirik bura. Sizə uyğun bir tərzdə Elşən mənim üçün bir mətin yazıb, mən də Elşən üçün bir mətin Eşitdiniz yazmışam. də, Elşən bunu ilkin haqqında yazıb. Və sizin səsləndirməyinizi və Oha. Aha, bəli. Amma niyəsə mən səsləndirib özümü işə bax, saldım. Dilarə xanım, bu da Elşənin. İndi zəhmət olmasa, zəhmət olmasa biz gəlin çıxaq. Aha, Dilarə xanım, buyurun, bizi təqdim eləyin. Təqdim edin, Almışıq. Deməli belə. Dilarə xanım, alqışlayaq dostlar. Alqışlayaq, sonra biz də səhnəyə yaraşdırırıq. İllərini televiziyaya verməsinə baxmayaraq, ATV mağazindən başqa bütün verilişlərdə yanında başqa bir aparıcı olan, tək başına əlindən heç bir iş gəlməyən, tamaşaçılara ən böyük xeyri 15 il aparıcılıq etməməsi olan, bozbaş müğənniləri ələ sala-sala, bozbaş sayəsində hər gün ət yeyən, dostluğu işinə görə eləyən, yaxşı günün dostu İlkin Həsənov. Təşəkkürlər Dilarə xanım, Mən gözəl sən- təqdimat üçün. Mən sənin yerində olsaydım bu təqdimatdan sonra... Elşəni həyatdan silərdim. Yox, heç verişə gəlməz. Yaxşı. Siz görün indi Elşən necə təqdim olunacaq? Təqdim mi? eləyin görək elə bu təqdimatdan sonra onun üzü olacaqmı bura yenidən gəlməyə? Aha, demək belə, televiziyada ilk addımlarını İlkin Həsəninin əlindən tuta-tuta atan, onun yanında puxtələşən, İlkinin sayəsində bu işin altını da üstünü də bilən, amma imkan tapan kimi ilk fürsətdə puskuda gözləyən ovçu kimi İlkin əskərliyə getməyindən istifadə edib onun yerinə keçən, dosta qorxu, düşmənə güvən verən, fəlakət bir insan, həm iki başı, həm də 5 üzü olan Elşən Orucu. Sən yazmışdın. Elşən bəy, xoş gəlmisiniz verilişimizə. Çox sağ olun. Buyurun. Mən bir şey başa düşmürəm ki, bunlar bir-birlərinə sözü Rus demiş, niyə çerezmən dedilər? Siz daha gözəl, elə deyirsiniz. Sizin təqdimatınız o qədər gözəldir. O qədər gözəldir. Verilişin adı iki başlıdır. Əslində burada bütün sözlər, cümlələr iki başlı olmalıdır. Amma bunlar birbaşa deyirlər. Birbaşa. Dilarə xanım, təşəkkürlər. Çox sağ olun.